İcazəli. Bu haqda kim gedib yaxınlaşsa və yaxud da ümumən istəsə icazəlidir, bəli. Hikmət sahibinin qayəsi kitabına görə FB profili bir şey yazmışsınız. Ne yazmışsınız? Incest evlilik sizə 22 ildən sonra artıq icazəli olacaq. Sual vermişsiniz. Aha, gəlin indi sənin məsələnə. İcazəli. Bu haqda kim gedib yaxınlaşsa və yaxud da ümumən istəsə icazəlidir, bəli. İndi kriteriya qoyaq görək kimlər bu şey haqqında icazəli və yaxud da təklif və yaxud da düşüncədədirsə icazəlidir. Varmı bu barədə düşüncədə olan və yaxud da ki istəkdə olan? İcazəli sözünə baxın, o cümlədə bir dənə zəhmət olmasa. Nə deyir? İcazəli olacaq? Bəli, olacaq. Yəni istəyən adam üçün icazəli olacaq deyilir kitabda. Sekta admininin dediyi həmin o kitaba baxaq. Sual. Onda Adəmin övladlarında olduğu kimi qan bacı qardaş evliliyi icazəli olacaq? İmamları cavab verir. Bəli, icazəli olmayan ancaq ruh aləmindən olan qardaş ilə bacının evlənməsidir. Bəli, qan qohumluğunu halal sayırlar. İndi isə qulaq asın görün, bu əxlaqsızlığa necə bəraət qazandırır. Və bildirilir ki, yəni buradan mənanı götürə bilərsiniz özünüz. Aid bir şey olub olmaması düşüncələrdədir. Misal üçün, mən qəbul etmərəm, bir başqası qəbul etməz, bu şey haqqında düşünməz. Düşünən birisi də illa ki, var mı? Var. Bugünkü gündə də, yəni ümumiyyətlə incest ilişkilərdə yaşayan ərazilər var. Yəqin ki, bu məsələlər ətrafında geniş araşdırmalar eləmişsinizsə, qarşınıza bir çox məlumatlar çıxıbdır. Misal üçün, Azərbaycanın regional tərəflərinə baxın, günümüzdə yaşanan hadisələr, baş vermiş ümumi olaylar, bu kimi şeylər artıq mövcuddur. Yəni, insanlar artıq bunu görürlər. Ona görə bu suallar sizdə yaranması normaldır. Mən deyirəm ki, halal və haram dövrün hüccətidir. Deyəcək ki, bir şey halaldır, halaldır, bir şey haramdır, haramdır. Məsələ bitəcəkdir. Və icazəlidir, deyəcək icazəlidir, deməyəcək, deməyəcək. Obyektiv görünməyə çalışaraq, ədalət adı altında gənclərimizin beyninə ən iyrənc əxlaqsızlıqları, insesti yeridirlər. Bu qrup Əhmədi Sülh və Nur sektasıdır. Övladlarınızı və ailənizi qoruyun, onların kanallarını bloklayın və bu videonu paylaşaraq hər kəsi xəbərdar edin.